Bir ölkəni demək olar ki, tamamilə yer üzündən siləcək bir müharibə təsəvvür edin. Görəsən Fransa 1-ci Dünya müharibəsində əslində nələr yaşadı? Gəlin birlikdə baxaq. İl 1914. İnanılmazdı, amma Alman ordusu ildırım sürətli hücumla Parisin cəmi 40 kilometrliyinə qədər irəliləmişdi. Amma tam o an tarixə Marna möcüzəsi kimi düşən o qəhrəmanlıqla fransızlar bu dəhşətli hücumu dayandıra bildilər. Sonra isə qorxunc səngər müharibəsi başladı. Təsəvvür edin, Verdumda cəmi bir neçə kilometrə görə 700 mindən çox can getdi. Bütün bu cəhənnəmə baxmayaraq əskərlər onlar keçməyəcək qışqıraraq əsl tarix yazdılar. Dəhşətli elə deyilmi? Rəqəmlər sadəcə şok edicidir. Fransa 1 milyon 400 min əskər itirdi. Bu, bütün ölkə əhalisinin düz 3,5% deməkdir. Bütün bu ağır itkilərə rəğmən Fransa sınmadı. 1918-ci ildə Almaniyanın kapitulasiyası ilə onlar bu qanlı mübarizədən qalib ayrıldılar. Bəli, demək olar ki, Fransa sözün əsl mənasında qanının son damlasına qədər vuruşaraq bu böyük qələbəni əldə etdi. Tarixin belə unudulmaz izahlarını sevirsənsə, Bilik Ovçusu kanalına abunə ol, bəyən və zəngi aktivləşdir. Növbəti izahımızda görüşənədək.